Xeyr, biz bugün kimya fənnindən güvənin sınağına baxaq. 2024-25-ci ilin tədris ilində 3-cü sınağın izahıdır. Deməli, birinci sualımız tarazlıqla bağlıdır. NO-nun əmələ gəlmə reaksiyası mənfi küdür. Temperatur artırsa mənfi küyə tərəf yönəlir. Deməli, yəni sağa bir doğrudur. İkincisi, temperaturu dəyişmirik, ancaq təzyiqi artırırıq. Təzyiq artırsa həcm az olan tərəfə. Həcm baxırıq, burada 1-dir, burada isə 2-dir. Çünki 1, 1. 2-dən 1-ə. Həcm azalır, ancaq istiqamət sağa doğru olmalıydı. Ona görə 2 olan variantları çıxırıq, yanlışdır. Temperatur azalır, baxırıq, müsbət küdürsə, temperatur azalanda sağa doğru yönələcək, ancaq sola doğru verib, 3 də yanlışdır. Demək, temperaturu dəyişmirik, ancaq təzyiqi azaldırıq. Əgər təzyiq azalırsa, həcm artır. Baxırıq, sağda həcm 4V-dir, çünki 1 azot, 3 hidrogen, 2V-dən 4V-yə, yəni sağa doğru variant A variantıdır. Dövri sistemin 6-cı ayarım qrupuna yerləşən X elementinin valent elektronlarının ümumi 75%-ni təşkil edir. 6-cı qrup NS2, NP4, yəni valent elektronun ümumi elektronun 75%-ni. Yəni burada 6 elektron bizim 75%-imizi təşkil edir. 100%-imizə X olacaqdır. X də bərabərdir 8. Deməli, X elementinin 8-də sıra nömrəsi 2 elektron da aldığına görə 10. Doğru cavab C variantıdır. Daha sonra deməli, reaksiyanın sürət əmsalı verilibdir qamma. VT2-nin VT1-ə nisbəti, düsturumuzu yazırıq. VT2 böl VT1 bərabərdir. Qammanın qiyməti 2-dir. Burada T2 temperaturu 40-dır, T1 temperaturu 60-dır. Yəni 40-dan çıxırıq 60-ı. Temperatur azalsa sürət azalmalıdır. Bölürük ona. Bu zaman VT2-ni B veribdir, VT1-i A veribdir. O da bərabərdir 2 üstü 40-dan 60'ı çıxanda mənfi 20 bölürük ona. O da bərabərdir B böl A 2 üstü deməli mənfi 2. Bu da deməli B böl A bərabərdir 1 böl 4 deməkdir. 1 böl 4 deməkdir. Onda A bərabərdir 4B'yə. A bərabərdir 4B'yə. Bizdən A-nı bir dəqiqə A bərabərdir 4B'yə. Bizdən A-nı istəyir. Doğru cavab bir dəqiqə. VT1-in yerinə A qoyduq. VT1-in 2-nin yerinə B qoyduq. Düzdür. Deməli, B-ni A-ya bölürük. Deməli, o da 4B. Doğru variant A variant, Y variantıdır. Hansı sırada amfoter oksidlər verilmişdir? Amfoter oksidlər deməli, kuprumun amfoteri yoxdur, silisium turşu oksididir, dəmirin ekvivalentləsi əsasidir, barium əsasidir, doğru variant D variantıdır. Daha sonra deməli, sxemin əsasən N və M-i müəyyən edin. Biz bura 2 qoysaq, müsbət 2 A variantına baxaq. 3 elektron çıxırıqsa 3 elektron çıxdıqda müsbət 5 olmalıydı. Bura müsbət 5 deməli A yanlışdır. 3 elektron çıxdıqda müsbət 6 B yanlışdır. 3 elektron çıxdıqda mənfi 1 C doğrudur. Daha sonra 36-cı suala baxaq. Reaksiya N2 üstəgəl 3H2 alınır 2 dənə amonyak. Başlanğıc sərf tarazlıq, məhsulların qatılıqları 0-dır. Başlanğıcda hidrogeni A veribdir. Sərf olunan 3X olsun. Qalıbdır 3. Amonyak isə hidrogen 3 mol sərf olunanda amonyak 2 mol əmələ gəlir. Onda əmələ gələn qatlığı 2X-dir. Bunu da bərabər eləyək A böl 3-ə. A böl 3-ə bərabər elədik. Azotu bilmirik.
Bunlar bizim tarazlıq qatılıqlarımızdır. Buradan A bərabərdir 6x-ə yazdıq. Bura qoyuruq 6x. 6x-dən 3x getdi, 3 qaldı. Deməli bizdə x bərabər imiş 1-ə. X bərabərdir 1-ə. 3 mol amonyak sərf olunursa, bizdə 1 mol azot sərf olunacaqdır. Çünki x-i 1 tapdıq. Deməli, azota görə sürəti müəyyən edin. V azot bərabərdir. Sərf olunan 1-dir. Zamanımız da 20-dir. Qatılığımız 1-dir. Düsturumuzu delta S böl, delta T düsturuna əsasən 1-i bölürük. Zamanımız 20-dir. 20-yə. O da 0,05. Doğru variant A variantıdır. Normal duzdur, bəli, turş duzdur, PO2 qalığı varsa bir əsaslıdır. O da bir metalla əvəz olunub normal duzdur, 2 yanlışdır. 2 qat duzdur, bəli, 2 dənə metal var, 1-3 doğru variant, B variantıdır. Duz və su alınıbdırsa bizdə ola bilməz deyir. OH varsa, oksigen varsa, OH varsa bizdə mütləq su çıxmalıdır. Ona görə yalnız 3 C variantıdır. Daha sonra belə bir dövr sistemi sualına baxaq. 19-dur. Deməli, elektron konfigurası 4s1, 15-dir. 3s2, 3p3. Bizə deyir, elektronların sayı bərabərdir və elektronların sayı bərabərsə biz baxırıq, bu birinci qrup elementi bir valentlidir. Bu itirir, qalır 3s2, 3p6. Yəni 18 elektron. Onda bu da 18 elektron olması üçün 3 elektron qəbul eləyib 3s2, 3p6 olmalıdır. Bu zaman mənfi 3 elektron yüklü olur. Deyir, doğru ifadəni iyonların elektron formulu 3s2, 3p6-dır, düzdür. 1 olan variantları saxlayırıq. X katyondur, Y isə anyondur. Bəli, X katyondur, Y anyondur. D variantıdır. Y atomunun radiusu X atomunun radiusundan böyükdür. Xeyr, 4s-dir. Atomu deyirsə, artıq iyonları yox, atomları normal vəziyyəti müqayisə edirik. 4s artıq bu 4-cü dövr elementidir. Radius daha böyükdür. Reaksiya sxeminə əsasən X, Y metalları doğru verilmişdir. Yadınızda saxlayaq ki, məhlul varsa orada mütləq su var. Suda qələvilər, məsələn, qələvi metallar sudan metalın özünü yox, hidroksidini çıxarır, metalın OH-ını çıxarır və hidrogen qazını ayırır. Ona görə də burada qələvi metalları çıxırıq. Bir dəqiqə, doğru cavab 3-5. 3-5 D variantıdır. 41-ci suala baxaq. Deməli, reaksiya sərf olunan oksigen həcmini A veribdir. 1400 isə 1400 kilojoule olanda isə 3 mol oksigen var, 3-dür. X də bərabərdir. İxtisar aparsaq burada qalır 10. Burada qalır 2. O da eləyir, deməli, 6-nı 10-a bölürük, 0,6. Bunda 22,4 litrə vurursunuz. 13,44 D variantıdır. Daha sonra 42-ci suala baxaq. Metanın parçalama reaksiyasını veribdir, etilenin alınması. Reaksiyamızı yazaq. 2 mol CH4 parçalanır. C2H4 plus 2 mol hidrogeni. Bunu da başlanğıc sərf olunan tarazlıqla işləsək daha rahat ola bilər. Qapalı qabda kütləsi 144-dür. Deməli, başlanğıc kütləsi 144-dür. 144-dür. Bunlar 0-dır. Deyir, tarazlıq anında metan və hidrogenin kütlələri bərabərdir. Baxırıq, metanın nə qədər sərf olunur? 2 mol. Yəni, 2 mol metanın 32 qramdır. Yəni, 32x sərf olunur. Burada qalır 144 minus 32x. 32x sərf olunanda bizdə 32 qram sərf olunanda 4 qram hidrogen əmələ gəlir. Deməli, əmələ gələn hidrogen də 4x-dir.
4x-dir və deyir bunlar bərabərdir. İndi gəlin baxaq görək necə eləyirik. Deməli 4x bərabərdir 32x minus 144-ə. Bu zaman 36x bərabərdir 144, x də 144 36 bölündə x də bərabərdir 4-ə. Deməli biz burada 4 mol x-i tapdıq, x-i 4 tapdıq. Onda baxırıq 4 vur 4, bu elədi 16 qram. 32-ni də 4-ə vuranda 128, bəli, həqiqətən də 144-dən 128 çıxanda 16. Şərtimiz ödəndi, bərabərdir. Ümumi mol sayını istəyir bizdən qarışığı. Baxın 16 qram metandan qaldı, yəni 1 mol. 1 mol CH4-dən artıq qalıbdır. 2 moldan 1 mol etilin əmələ gəlibdir. Bizdə də 128 qram metan sərf olunubdur. 128 qram metan yazaq burada. 2 vur 16-ya 1 etilindirsə 128-ə də x olacaqdır. X də bərabərdir. Demək, buradan tapsaq, ixtisar aparırıq. 8, elə 32-nin 100, deməli, ixtisar aparanda 4 qalır. 4 eləyir. Deməli, 4 də budur. O hidrogenə baxaq. Hidrogen də bizdən mol sayını soruşurdu bizdən. Qabda qalan qarışığın mol sayını. 4 bir dəqiqə burada 128-i bölürük 32-yə. 4 mol etilin 4 mol etilin, 1 mol etan, 1 mol etan. Hidrogen də 4x sərf olmuşdu. X-i 4 tapdıq. Bu bunun kütləsidir. 4-ü də baxaq. Elə bunu da 128-ə görə hesablayıq. 128 etandan x hidrogen. Əmsalar bərabərdir. Metandan sərf olunubdur. Metandan sərf olunubdur. 8 mol. 8 mol. X-dir 32-yə 4-dür. X də bərabərdir. İxtisar gedir. Burada qalır 4, 16. Yox, çox elədi. 2 mol, 2 mol. Mol qramdan hesabladım mən. 2 moldur. Bu da eləyir 8. Deməli, C2H4, 8 də hidrogen cəmi elədi 13. 13 doğru variant, C variantı da düzdür. Daha sonra 43-cü suala baxaq. Demək, kütlələri bərabər götürmüşük. Yazaq bura bərabər olması üçün 3 mol dəmir 3 vur 56 qramdır. Birinci gəlin bərabər normal reaksiyamıza gedənləri yazaq. 3 vur 56, 2 vur 32. Bizim reaksiya sərf olunan kütlələrimiz deməli 3 vur 56, 2 vur 32. Bunu bərabər eləməkdən ötürü bu eləyir 168 qram. Deməli biz bunu da 168 qram, oksigen də 168 qram götürməliyik. Onda yazırıq. Deməli 168 qramdan nə qədər sərf olunur? Demək 64 qram. Yazırıq 168 çıx 64 bərabərdir 104 qram artıq. Nədən? Oksigendən. Deməli bizdə artıq oksigenlər qalır. Oksigenləri saxlayırıq variantlarda. Baxın 168 qram deməli dəmir 3 moldur. 168 qram oksigen 32-yə böləndə 8,25 mol eləyir. Bir dəqiqə 168-i bölək 32-yə. 168
168'i bölürəm 32'yə 5 tam, 5 tam. 5 tam bölürük 32'yə 5 tam %25. Bu oksigenin mollarıdır. Bu isə deməli dəmirin moludur. Bizdə cəmi 104 qram artıq qalanda, 104 qram artıq qalanda iştirak eləyir 5,25 mol oksigen, 3 mol da dəmir. Cəmi ilə də 8,25 mol. İndi bizə deyir ki, ümumi mol sayı 33 olarsa, 33 mola nə qədərdir? X olacaqdır. X də bərabərdir. Demək, 33'ü vururuq. 104'ə bölürük 8,25'ə. O da eləyir 416. Doğru variant A variantıdır. Ən rahat üsul bu üsuldur. Yoxsa bu məsələnin uzun gedişi var. Daha sonra hipoxlorid deyil, oksigen çoxdur. Ona görə per olmalıydı. Bir yanlışdır. Doğrular istəyir bizdən. Kükürt 6 oksid olması üçün oksigen 3 olmalıdır. 2 yanlışdır. Deməli, doğru variant B variantıdır. 45-ci suala baxaq. Reaksiya sxemini əmsallaşdırın. Manqan müsbət 7-dən gedir manqan müsbət 2-yə 5 elektron. 5 elektron itirirsə, burada baxıram, xlor 0-dan, mənfi 1-dən 0-a gedir. Deməli, 1 elektron, onu da 2-yə vurursunuz. 2 elektron. Deməli, 5. İstəsəniz balans da qura bilərsiniz. Manqandan xlorun yerində dəyişə bilərsiniz. Müsbət 2, müsbət 7, 5 elektron. Xlor mənfidən xlor 0-a 1 elektron. İndeksləri nəzərə alsanız 2 elektron. 2, 5, ixtisar getmir. 2, 5, 5 sərbəst xlora gedir. 2 manqanlara gedir. Kalium 2'dir burada 2. Artıq sağda xlorlarımız hazırdır. 10, 14, 2, 4, 16. H xlor 16 düşür. Deməli, suya da 8 düşəcəkdir ki, hidrogen 16 eləsin. Doğru variant C variantıdır. Reaksiya başı vermir. Amfoter qələvi gedir. Hidrogenə qədər olan metaldır gedir. Deməli, gümüş çöküntüdür. Burada turş oksididir, su ilə gedir. OH neytrallaşmaya gedir. Doğru variant C variantıdır. Reaksiya getmir. Deməli, 2 valentli dəmirin duzu və 3 valentli dəmirin duzun Venn diaqramında veribdir. Baxırıq, 2 valentli duz almaq üçün 2 valentli oksidi və hidroksidi götürə bilərik. Ona görə 1-ə 1 aiddir. Dəmir əvəz etmə reaksiyalarında 2 valentli olur, 3 aiddir. 3 valentli isə 3 valentli duz əmələ gəlir, 4 aiddir. Qarşı oksid 2 duz verir. Bir dəfə dəmirin 2 valentli xloridin, bir dəfə də dəmirin 3 valentli xloridin verir bizə. Ona görə 2 də ortaya gedir. 1, 3, 2, 4. E variantı. Baxırıq, fosfor minimumdadırsa, reduks edici, maksimumdadırsa oksidləşdirici. Doğru variant E variantıdır. Neytrallaşmasına sərf olan xlorid turşunun kütləsini müqayisə edin. Neytrallaşma varsa, neytrallaşma sözü varsa, H-ı OH-a nə götürürük? Bərabər götürürük. 2 dənə OH varsa, 2 mol H xlor. 1 dənə OH varsa 1 mol H xlor, 3 dənə OH varsa 3 mol H xlor. Deməli, onda Z böyük olacaq X-dən, o da böyük olacaq Y-dən. Z, X, Y, A variantı. Ümumi xassə bəsit maddədir, bəli, pi rabitəsi hidrogende yoxdur. Sigma rabitələri var, ancaq sayını istəmir. Sayını istəsəydi, yəni təbii ki, hər birində bir dənədir. 1-3-dür, doğru variant B variantıdır. Deməli, mislə kükürdün kütlələrini bərabərləşdiribdir. Burada baxıram 2 vur 64, burada 32-dir. Onda bunu da 128-ə bərabər eləyək. Baxırıq 32-yə oksigenin mol sayı 1-dirsə, 128'ə X olacaqdır 4. Deməli, N2 4'dür.
128'e baxırıq, zaten 1 mol gedir. 1. Vəsə, N1 deməli 1-dir. N2 4'dür. Biz N1'dən 4 dənə götürsək, N2'yə bərabər olar. Doğru variant C variantıdır. Daha sonra 52-ci suala baxaq. X xlor 5'in əmələ gəlmə stilini soruşur bizdən. Baxırıq, X xlor 3 2 moldur. Burada isə 1 moldur. Ona görə bunu da 2'yə çatdırırıq. Hər tərəfi 2'yə vururuq. İxtisar gedir bunlar. Son tənliyimiz 2x üstəgəl 5 xlor alınır. 2 xlor x xlor 5. Bunu da onda 2'yə vururuq. Bu zaman əmələ gəlmə stilini soruşur bizdən. Əmələ gəlmə stilini soruşursa, onda Q effektimiz bərabərdir A plus 2B'yə. Əmələ gəlmə deyirsə, aparıb əmsalına bölürük. Q əmələ gəlmə bərabərdir. Q effekt böl əmələ gələn əmsal 2'dir 2'yə. O da A plus 2B böl 2. Buradan da A plus B böl 2. Doğru variant C variantıdır. Karbon oksidləşir nə deməkdir? Yəni reduksiya edici olur. Üst neyniyir? Artır. Üst artır. Baxırıq, deməli, burada dəyişmir, yadınızda qalsın. CO qarışqa duzuna və turşusuna gedəndə oksidaşmə dərəcəsi dəyişmir. Burada müsbət 2'dən müsbət 4'ə artır. Karbonatlar da dəyişmir. Burada da müsbət 2'dən müsbət 4'ə, burada da artır. Silisyum, karbonun elektron mənfiliyi silisyumdan yüksəkdir. Ona görə mənfi yüklənir. Mənfi 4, onda silisyum müsbət 4 olur. Karbon 0'dan mənfi 4'ə azalır. Yəni 2, 5'dir doğru cavabınız. İyon rabitələri sayı. İyon rabitələrin sayı bərabərdir metalın valentliyinə, vur indeksinə. Metalın valentliyi 1'dir, vurursunuz indeksinə 2. Metalın valentliyi 3'dür, indeksi 1'dir, 3'dür. Metalın valentliyi deməli 2'dir, vurursunuz indeksinə 3'ü 6'dır. Vəsə, bunların cəmini istəyir bizdən. A, B, C 2 üstəgəl 3 üstəgəl 6, o da elədi 11. Deməli, hansı reaksiyanın getdiyi qabı təzyiq 3 dəfə artırdıqda reaksiyanın sürəti 9 dəfə artar. Yəni 3 üstü 3 olar ki 9 olsun. 3 üstü 3 olması da üçün reagentlərin əmsallarının cəmi 3 olmalıdır. Deməli, burada 3'dür, burada 4'dür, 2'dir, 3'dür, 2'dir. Deməli 1, 4. Suda yaxşı həll olan silika turşusu suda həll olmur. Mavi rəngli çöküntüdür. Mavi rəngli çöküntüdür. Amma nitratlardır, sulfat turşusudur, dəmirin xloridli duzudur. Bunlar suda yaxşı həll olur. Mangan 4 oksid isə mangan O2 Y. Mangan 6 oksiddir, mangan O3 C. Mangan 7 oksiddir B. Deməli, sinifdə qazların sıxlığını izah edən müəllim əvvəlcə şagirdlərə verdiyi şarları havaya buraxmağını istəyir. Bu zaman şarlardan biri yerə düşməyə, digərisi havaya qalxmağa başlayır. Deməli, yerə düşürsə havadan ağırdır, yuxarı qalxırsa havadan yüngüldür. Deyir, yerə düşən şarın içərisində olan X elementinin baş oksidinə uyğun birləşməsi havaya, deməli X odur, bilmirik indeksi hələ ki neçədir. Havaya qalxan şarın qazın X elementi hidrogenli, yəni hidridli XH-dır. X-i bizə verib 6, yəni 1S2, 2S2, 2P2. Deməli, baxırıq X 4-cü qrup elementidir. Onda XH4, XO2 birləşməsidir. Formullarını artıq yazdıq. Yerə düşən şarın heliuma görə nisbi sıxlığı 11'dir. Yerə düşən şar deməli heliuma görə 11'dirsə 11'i 4'ə vururuq, 44 alırıq. Deməli XO2 imiş, bu 44
Deməli, x-in neytron sayını tapın. X üstəgəl 32 bərabərdir 44, x bərabərdir 12. Deməli, x-in atom kütləsi 12-dir, proton sayını yuxarıda vermişdi, 6. 12-dən 6-nı çıxırıq, 6 dənə neytronu var. Şarlarda olan qazların birin-birə mol nisbətinin qarışmasından alınan qarışığı qazların mol miqdarına bərabər sayda. Qazların mol miqdarı 2-dir. Onda nə edirik? Biz birinci bunların M ortalarını tapaq. Bizə 1 mol karbon qazı, 1 mol CH4, çünki hidrogenli birləşməsi demişdi bizə. CH4 verilibdir, yəni 16 qram. Üstünə gəlirik, qazların mol nisbətləri nə bərabər, yəni 2 mol C2H2 26. Bölürük molların cəminə 1 plus 1 plus 2-yə. Buradan M ortanı molyar kütləni tapırıq. Deməli, 44-ün üstünə gəlirik 16-nı, onun da üstünə gəlirik 52-ni. Deməli, bura eləyir 112. Bölürük 5-ə. Bölürük 4-ə. 4-ə, çünki bunların cəmi 4-dür. Bu da eləyir 28. M orta 28-in deyir, qarışığın normal şəraitdə sıxlığını hesablayın. Onda rho bərabərdir 28 bölü 22,4 litr, 1,25 qram bölü litr. Deməli, bu sınağın izahını verdik. Növbəti sınaqların izahlarını izləmək üçün lütfən kanalımıza abunə olun və bildirimləri açıq qoyun ki, yeni izahlardan xəbəriniz olsun.